Bu yaxınlarda oxuduğum bəzi kitablar haqqında video çəkmək fürsətim olmamışdı. Elə indi də bu videonu uşaqların yatdığı bir vaxtda qaranlıq otaqda çəkirəm. Ümid edirəm görüntü qənaətbəxş olar. 2025-ci ildə valideyn kitab klubunu ərsəyə gətirdik və həmin kitab klubuna bir-birinə maraqlı kitablar müzakirə etdik. Həmin kitablardan birisi də Sənə deyəsə o qədər sözüm var ki kitabı idi. Kitabın müəllifi Celesta Ing'dir. Kitabın anotasiyası mənim çox diqqətimi çəkmişdi. İstəyirsə anotasiyadan bir hissəni oxuyum, sonra kitab haqqında qısa məlumat verim. Lidia öldü. Ancaq evdə bunu hələ bilmirlər. Yalançı mitlərdən və deyilməmiş sözlərdən bəhs edən roman belə başlayır. Valideynlərinin sevimlisi Lidia, anasının reallaşmayan xəyalları və atasının dünyada özünə bir yer tapma arzusunun arasında qalıb əzilirdi. Lakin bunu bilən yox idi. Anasının fikrincə, o evdar qadın deyil, həkim olmalı, atasına görə isə o özünə parlaq bir gələcək qurub, bu yerdən çıxıb getməli idi. Bugün Lidianın cəsədi göldə tapılanda bütün xəyallar puç olur. Kitab Lidia öldü, amma evdə bunun neçəsinin xəbəri yox idi cümləsindən başlayır. İnsanı sarsıdan bir romandır. Əslində bu romanda heç bizə yad olmayan, bizim cəmiyyətimizdə də, bəlkə özümüzdə də olan öz arzularımızı uşaqlara yükləmək, onlara özümüzün xəyallarımızdakı gələcəyi qurmaq arzusu dayanır. Və bəzən bu sevgi, bu istək, bu yaxşılıq eləmək istəyi uşaq öz xəyallarını da üstələyir və bəzən bu uşaqda özünə qapanma, ətraf insanlardan uzaqlaşmaya səbəb olur. Və bu kitabda çox sarsıdıcı məqamlar var. Ananın övladına olan baskısı, yəni övladlar arasında balanslı sevgini qura bilməməsi kimi məsələlər var. Lidianın anası və atası, anası Amerikan, atası isə Çin əsilli olur. Və uşaqların da metis olması, digər uşaqlardan fərqlənməsi, onların bullyingə məruz qalması, bir çox məqamlar var. Əsər Amerikanın 60-70-ci illər həyatını təsvir edir. Çox gözəl, axıcı bir romandır. Bu kitabı oxumaqla siz də övladlarınıza qarşı daha diqqətli, daha həssas olacaqsınız. Onların seçimlərinə, onların daxili dünyasına daha diqqətlə yanaşacaqsınız və öz egonuzu, öz istəklərinizi, öz xəyallarınızı övladlarınızın üzərinə atmayacaqsınız. Əminəm ki, bu kitabı oxusanız çox təsirlənəcəksiniz və bundan sonraki həyatınızda istər övladlarınıza, istər qohumlardakı uşaqlara qarşı daha həssas olacaqsınız. Ümumiyyətlə, ailə daxili hər bir məsələnin, atanın, ananın davranışlarının, övladlar arasında sevgi balansının, ədalətli davranmanın nə qədər önəmli olduğunu öyrənəcəksiniz. Beləliklə sizə Sənə deyəsə o qədər sözüm var ki, kitabını tövsiyə edirəm. Bu kitabın sizə deyəsi çox sözü var. Hələlik növbəti videolarda görüşmək ümidi ilə.